Deyək ki, əmək şəraitində hansısa iş qəzası baş verdi və məsul şəxs olaraq bunu siz müvafiq icra hakimiyyəti orqanına, yəni polisə bildirməlisiniz. Bu zaman hardasa 2000 manata qədər cərimə oluna bilərsiniz. Lakin Azərbaycanda yox, Albaniyada. Albaniyada təxminən 55-60% müsəlman, 15-20% isə xristian olan əhali əsrlərdir sülh və qarşılıqlı hörmət içində yaşayır. Albaniyanın milli geyimləri də xalqı kimi rəngarəngdir. Qadınların naxışlı donları, kişilərin ağ fustanillası bu mədəniyyətin simvollarındandır. Musiqidə isə qədim simli alət çifteli və nəfəs aləti fiyel xalq melodiyalarına xüsusi ruh verir. Fərqli dinlər və ənənələr bir ölkədə harmoniya yarada bilirsə, deməli, ədalətli rəqabət də məhz hörmət və balans üzərində qurulur. Burada şirkətlər rəqabət qanunvericiliyini pozduqda onların illik gəlirlərinin 2 və ya 4% miqdarında onlara cərimə tətbiq edilir. Bu gördüyünüz yer 1931-ci ildə əsası qoyulmuş paytaxtın ən böyük və ən məşhur bazarlarından biri Pazar İridir. Tirananın mərkəzində yerləşən bu bazar 2017-ci ildə tamamilə yenidən qurularaq müasir görkəm alıb. Burada həm təzə meyvə-tərəvəz, ədviyyatlar və yerli məhsullar satılır, həm də turistlər üçün suvenirlər təqdim olunur. Pazar İri bu gün sadəcə alış-veriş yeri deyil, həm də Tirananın sosial və mədəni həyatının canlı mərkəzidir. Paytaxtdan uzaqlaşıb Durres şəhərinə səyahət etdikdə isə həm daha turistik və tarixi şəhərlə tanış oldum, həm də Albaniyanın daha dərin, qədim və bir o qədər də qəribə adətlərini öyrəndim. Məsələn, burneşalıq. Həyat bəzən insanları seçim qarşısında qoyur. Albaniyanın yüzillərdir davam edən yazılmamış qanunu ənənəsi var. Burneşalıq. Burneşalar qadın kimi doğulub, həyatlarına kişi kimi davam etməyə and içən qadınlardır. Hansı ki, onlar ailələrinin şərəfini qorumaq üçün kişi kimi yaşamağa, geyinməyə, hətta evlənməməyə qərar verir. Burneşalıq həyat tərzidir. Onlar güc, fədakarlıq və dərin ənənələrin simvoludur. Burneşalar susur, tarix yaşayır. Durres amfiteatrı 2-ci əsrdə inşa edilmiş və Balkanların ən böyük Roma dövrü abidələrindən biri hesab olunur. Minlərlə tamaşaçı tutumu olan bu amfiteatr bu gün də Durresin qədim tarixini yaşadan ən önəmli simvollardandır. Şəhər eyni zamanda uzun qızılı qumlu çimərlikləri və Adriatik dənizinin sakit sahilləri ilə məşhurdur. Yay aylarında Durres həm yerli sakinlər, həm də turistlər üçün əsas istirahət məkanına çevrilir. Eramızdan əvvəl 7-ci əsrdə Yunan kolonistlər tərəfindən qurulan bu şəhər əsrlər boyu Adriatik dənizi üzərində mühüm liman mərkəzi kimi inkişaf edib. Durres bu gün də Albaniyanın ən böyük limanına sahibdir və ölkənin iqtisadiyyatında strateji rol oynayır. Tarix, dəniz və ticarət burada bir nöqtədə birləşib. Bu gördüyünüz yer İsa'nın dirilişi Ortodoks katedralı, Tirananın mərkəzində yerləşən və Balkanların ən böyük pravoslav kilsələrindən biridir. Möhtəşəm memarlığı və mənəvi atmosferi ilə diqqət çəkir. Belə məkanlar bizə toxunulmazlıq anlayışını xatırladır. Necə ki, inanc azadlığı qorunur, eləcə də fərdi məlumatlar qanunla müdafiə edilir. Fərdi məlumatların mühafizə qaydalarının pozulmasına görə şirkətlər hardasa illik gəlirlərinin 4%-nə qədər və ya 2 trilyon Alban lekinə qədər cərimə oluna bilərlər. Bu da hardasa Azərbaycan manatı ilə 40 milyon Azərbaycan manatı.
Sonuncu gün ölkə ilə vidalaşmaq üçün şəhərə çıxdıqda isə belə maraqlı tədbirlə qarşılaşdıq. Nəzərinizə çatdırım ki, albanlar özlərini qədim Roma və İtalyanlarla əlaqələndirir.